Gəlirlər bir ay məsələn özləri yoxlayırlar, alınmadı, getdi. Sən niyə özünə bir ay vaxt verirsən ki? Bir aya da insan nəticə görürlər. Görürsən, deyirsiniz ki, mənim komandamda bizə 3 aya BT5 il dərəcəsində gəlib çıxan xanım var. 3 ayın içində. Ondan da yuxarı eləmək mümkündür. Sevinç xanım bu bilirdir, 6 ay ərzində profesional verir. Mən 6 ilə çatmışam profesionala ki, işləməyimə görə. O 6 aya çatdı. Niyə? Çünki məqsədi o cürüdür. 6 ay ərzində ona 2000 manat pul lazımdır. Təcili və elə deyir ki, baxıb hansı rankdadır bu 2000 manat, business program. Mən 6 aya çatmalıyam o dərəcəyə və çatacağım. Yenə də qayıdıram məqsədə, yəni biz məqsədlə iş görməliyik. Çünki bizim burada şəbəkə biznesində müdürümüz yoxdur. Rəhbərlər sadəcə bizə yol göstərirlər. Bizim qaranlıq yolumuza işıq tuturlar ki, bax, mən bu yoldan getdim, bura hamar yolu, o tərəf biraz narahat yoldan getdim, gəldim. Rahat yolla bizi daha qısa vaxta çatdır, əgər rəhbərə qulaq assaq, əgər rəhbəri dəyərləndirsək. Amma öz bildiyimiz kimi addımlar atsaq, necə deyim, o kələkötür yollardan keçəcək. Ona görə də burada sizin, belə deyək də, müdürümüz sizin məqsədiniz olmalıdır və Elxanım demişkən, məqsədi də planlaşdırmaq lazımdır. Yəni, kör-körənə, mən filan şey istəyirəm, belə deyil. Detalları ilə, nöqtəsini verdiyinə ki, mən dün axşam eləmişəm uşaqlara.